Bunu seçkilərdə həll etmək lazımdır. Bizim də strategiyamız budur. Biz bunu həmişə demişik ki, seçkilərə gəlin səs vermələrə. Bəyəndiniz, bəyənmədiniz, gəlin əleyhinə səs verin, lehinə səs verin. Bu gördünüz, bu deputat yaxşı deyil. Sabah gəlin ona səs verməyin, başqası birisinə səs verin. Sizin məntiqinizə Yaxud görə, partiyalara. Sizin məntiqinizə görə dediniz ki, məsələn, mən o məsələyə qarşı 7000 manat maaşa niyə qarşısınız ki siz? Mən belə deyək də, mən olacaq. məşə azla qane olmaq bu xasiyyət olaraq. Amma ümumiyyətlə hesab edirəm ki, maaş prinsipcə də qalxa da bilər. Amma ümumi iqtisadi duruma baxsaq, minimum əmək haqqını nəzərə alsaq, hə, çox qeyri-mütənasib artımdır. Yəni ki, bəlkə də ideal olaraq bundan da artıq ola bilər Milli Məclisin deputatının maaşı. Amma vətəndaşların ümumi deməli, iqtisadi göstəricilə baxanda, hə, orada hesab edirəm ki, bu qədər artmamalıydı. Amma onu da deyim ki, deputat ölkədə ən yüksək maaş alanlardan birisi deyil. Deputatdan çox yüksək maaş alan, icra hakimiyyətində işləyən yüksək vəzifəli şəxslər var. Yəni, şəxs deyəndə, yəni o vəzifələr var. Amma heç onu xatırladan yoxdur. Mən ona görə deyirəm, tamam da, təbii ki, Milli Məclis ən publik yerdir, xalqa açıq, ən azından nəzəriyyədə olmalı bir yerdir, deputat da vətəndaşların arasında olmalı birisidir. Və mən nə söyüşlərə qarşıyam, nə tənqidlərə qarşıyam, nə bir şey. Olsun, bu da bir ifadə azadlığıdır. Mən razılaşmaya bilərəm. Amma mən heç vaxt kimsə qınamaram ki, niyə tənqid edirsən, yox, niyə söyürsən. Yəni, sadəcə olaraq mən demək istəyirəm ki, vətəndaşlar da nəhayət siyasi düşünmək öyrənsinlər. Milli Məclisin qəbul etdiyi qanunların saymamışam neçə faizi, 90 nə qədərsə, prezidentdən gəlir. Bütün o qeyri-populyar qanunlar. Və bizim Respublikaçı Alternativ Partiyamız, demirəm çoxluq, amma heç bloklayıcı azlıq deyirlər də, no constitutional blocking minority. Ola bilsək ki, o da vətəndaşlardan asılıdır. Onların səs vermələrindən asılıdır. Onda belə qanunların qəbul olunması xeyli çətinləşər. Bax, sizi çox diqqətlə dinləyən bir tamaşaçımız var, Tərlan bəy adlı tamaşaçımız. Deyir, nə gözəl dünyadır, erkin və ya eşq olsun. Həm narazıdır, həm də 7000 manatı cibinə qoyur. Həm narazıdır, həm də... Cibimə qoymuram, birincisi. Almırsınız mı o pulu? Alıram, amma çoxsunu başqa yerlərə xərcləyəm, özümə yox. Məsələn? Mən reklam eləməyim də özümə. Aha, seçicilərinizə yəni. Qayını birbaşa yox. Amma doğru saydığım şeylərə. Yəni deyir, istəməyə, amma həm istəmirəm, yan cibimə qoy. Nə təklif edir? Nə təklif edir? İmtina eləyim, ərizə yazdım. Yoxdur axı belə bir şey. Mən məsələn... Yəni durumdan bir dəqiqə. Mən partiya... Həm narazıdır, yox, bir dəqiqə. Eşitdim də anladım. Yaxşı, boy. Böyle qızışdırırsınız. İşte onlar... Mən dediyim odur ki, ay vətəndaşlar. Mən dediyim odur. Baxın. Yox. Mən yeganə deputat idim ki, partiyalar əleyhinə qanuna səs verdim. Bu da eyni zamanda partiyamız mənim. Amma indi o partiya haqqında qanuna tabi oluruq. Ona əməl edirik. Belə bir şey yoxdur. Mən əleyhinə səs verdimsə bu qanunun. Deməli, mən ona əməl etmirəm. Mən onu saymıram. Onun nəticələrinə uyğunlaşmıram. Yox. Mən əleyhinə də səs vermişəm, amma nəticəsinə də uyğunlaşıram. İndi partiyalar haqqında qanun yanlış qanun. Amma niyə? İndi bu qanun qüvvədədir. Biz ona uyğun çalışırıq. Media, indi mən jurnalist olmasam da, media haqqında qanunun əleyhinə səs vermişdim. Əslində belə baxsan deyəcəyim ki, mən o nəticəsini, ağır nəticəsi sizə deyil. Amma mən onu yanlış... Və eləcə də bu və yaxud başqa məsələlər. Qanun qüvvəyə minəndən sonra ona hər kəs əməl etməlidir. Amma sizə məndən mövqe istədiniz, mən onu izah eləməyə çalışıram. Onu da anlamalarını istəyirəm vətəndaşlarımızın ki, belə şeylər seçkilərdə həll olunur. Gəlin, bəyənmədiklərinizi, söyürsünüz deputatları. İndi haqlı, nahaq, ona girmirəm. Yenə də, söyüş də ifadə azadlığıdır. Təəssüf ki, bunu da indi razılaşmasaq da qəbul etməliyik də. Amma o söyüşlərindən neçəsi səs verməyə gəlir. Çox azı bir ovuc adam gəlir səs verməyə. Hə, seçki yoxdur deyə yenə deyirəm. O bəhanədir hamısı. Seçki saxtalaşdırılır. Amma həm də sizin hesabınıza. Səs verənin səsi uğurlanmır ki. Səs verməyənin səsi uğurlanır. Gəlin səsinizi verin də. Ən rahat yol... 15-20 dəqiqə uzaq yerib, yarım saat vaxtınız gedir, iş günü də deyil.